Mədə turşuluğunu necə azaltmaq olar? Mədəmizdə göynəmə hissi, yanma, bəzən də reflüks kimi hallar olarkən bizi bu narahat eləyir. Bu isə əsasən mədə turşuluğunun göstəricisidir. Mədə turşuluğunu isə təbii yollarla azaltmaq mümkündür. Mədə turşuluğunu azaltmaq üçün əsas vasitələrdən biri süd və qatıq içməkdir. Süd və qatıq mədə turşuluğunu neytrallaşdırır, mədənin daha rahat işlənməsinə kömək eləyir. İkinci üsulumuz isə banan və badam yeməkdir. Banan mədənin qoruyucu qartını xüsusi örtərək onu qorumağa başlayır. Badam isə faydalı yağlarla mədəni qidalandırır və mədə turşuluğunun azalmasına səbəb olur. Zəncəfil çayı da mədə turşuluğunu azaltmaq üçün ideal içkilərdən biri hesab olunur. Xiyar və aloe vera suyu içmək də mədə üçün olduqca faydalıdır. Qidalanmada isə tərəvəzlərə üstünlük vermək mədə turşuluğunu azaltmağa bizə kömək eləyir. Xüsusən kələmkimilər fəsiləsinə aid olan tərəvəzlərlə qidalanmaq mədə turşuluğuna faydalıdır. Brokoli, gülkələmi, kahı və s. Qəhvədən, qazlı şirin içkilərdən, acılı yeməklərdən uzaq durmaq mədə turşuluğundan sizi qoruya bilər. Bir də yatmazdan 3 saat əvvəl də yemək yeməmək mədə turşuluğunu azaldan amillərdən biridir.